Biz ordunu inkişaf etdirə və silah ala bilərik, baş nazir. Ermənistanın təhlükəsizliyinin əsas təminatı legitimlikdir və Ermənistan məhz legitimlik əsasında öz ordusunu inkişaf etdirə, lazımi silah-sursat əldə edə, hərbi texniki əməkdaşlığı inkişaf etdirə bilər. Yeni Sabah Armen Press-də istinadla xəbər verir ki, bunu Nikol Paşinyan öz Facebook səhifəsində yerləşdirdiyi videoda bildirib. Ermənistanın baş naziri qeyd edib, legitimlik Ermənistan Respublikasının 29.743 kvadrat kilometr ərazisi olan suveren, beynəlxalq səviyyədə tanınmış ərazimizə əsaslanan siyasətin həyata keçirilməsidir. Əvvəlkilərdən fərqli olaraq, hər hansı növ hərbi texniki əməkdaşlıq üzrə dünyada hər hansı tərəfdaş qurmaq və əməkdaşlıq etmək üçün heç bir məhdudiyyətimiz yoxdur. Onun sözlərinə görə, real Ermənistan ideologiyası sayəsində ölkələr Ermənistanla silah və hərbi texnika sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətləri də aradan qaldırır. Bunun müharibə naminə deyil, sülh naminə olduğunu vurğulayaraq, legitimliyin Ermənistanın uzunmüddətli təhlükəsizliyinin, ərazi bütövlüyünün və bu dövlətin suverenliyinin təmin edilməsinə xidmət etməli olduğunu izah edib. Silah və hərbi texnika əldə edin və beynəlxalq tərəfdaşlarla birgə islahatlar aparın ki, biz məhz bunu edirik. Paşinyan 44 günlük müharibə barədə danışdı. Bu, mənim təqsirimdir. Nikol Paşinyan 2020-ci il müharibəsinin qarşısının alınmasının mümkünlüyü və bunun üçün zəruri şərtlərdən danışıb. Yeni Sabah Armen Press-də istinadla xəbər verir ki, baş nazir öz Facebook səhifəsində yerləşdirdiyi videoda qeyd edib. 44 günlük müharibənin qarşısını almaq üçün nə lazım idi? Bir şey lazım idi, nəzərdə tutduğumuz legitimliyi Qarabağ nizamlanmasının beynəlxalq legitimliyi ilə uyğunlaşdırmaq. Paşinyanın sözlərinə görə bu praktiki olaraq qeyri-mümkün idi, çünki 1990-cı illərdən başlayaraq Dağlıq Qarabağ məsələsinə erməni və beynəlxalq baxışlar fərqli idi. 1990-cı illərin əvvəllərindən Qarabağ probleminin həlli üçün nəzərdə tutduğumuz legitimlik ilə beynəlxalq ictimaiyyətin nəzərdə tutduğu legitimlik bir-birindən ayrılıb və bu təsəvvürlər arasında çatlar yaranıb. O əlavə edib ki, bu ideyaların uzlaşdırılması praktiki olaraq reallığa çevrilə bilməz, çünki bu, Ermənistanın Qarabağın Azərbaycanın bir hissəsi olmasını tanımaq üçün ilk addımını tələb edəcək. Başqa variant yox idi, sadəcə olaraq başqa variant yox idi. Əgər biz bunu 2018-2019-cu illərdə edə biləcəyimizi düşünürdüksə, bəli, bunu etməmək mənim təqsirimdir. Ermənilərin bu arzusunu biz gerçəkləşdirdik, İlham Əliyev. Erməni hərbi cinayətkarları bugün Bakıda istintaq təcridxanasında çay içirlər. Axar az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib. Dövlət başçısı xatırladıb ki, 2-ci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər. Əslində, onların bu arzuları gerçəkləşdi, onu biz gerçəkləşdirdik. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında çay içirlər.